Xoş gördük əziz dinləyicilər. Məhz dünənləri məlumat vermişdim ki, 16 avqustda Ukraynanın Rusiyaya kütləvi surətdə dron hücumunun şahidi olduq. İstənilən istər neft bazaları olsun, istər valberlər olsun, istər kiçik müəssisələr olsun, istər böyük müəssisələr olsun və böyük bir dağıdıcılıqla Rusiya, yəni Moskva xalqı, böyük şəhərlər bunu hiss etdi. Elə ki, belə hadisələr, elə ki, Ukraynadan biz Rusiyaya qarşı sərt zərbələrin şahidi oluruq və bilirsiniz ki, indi də artıq uzaq mənzilli raketlərin kütləvi surətdə istehsalına başlayıb Ukrayna qoşunu və belə gedərsə Ukrayna istənilən ərazidə, istənilən uzaqlıqdakı ərazilərə də böyük zərbə vuracağını bildirib və bu istehsala bunu göstərir və bundan sonra Rusiyada da bilirsiniz ki, narahatçılıq yüksək səviyyədə. Hər dəfə belə narahatçılıq olanda Avrasiyaçılığın və deməli Putinin xaç atası olan Dugin o saat işə keçir və bu dəfə də yenə də Dugin bütün dünyaya səslənib ki, amandır, çəkilin, böyük şəhərləri boşaldın, böyük şəhərləri boşaldın, biz ora atom zərbəsi vura bilərik, artıq bizim üçün bu qaçılmazdır. İstənilən vaxtı Rusiya ordusu artıq atom zərbəsinə vura bilər, nüvə zərbəsi endirə bilər şəhərlərə və şəhərləri boşaldır. Dostlar, yenə deyirəm, bu barədə çox danışmışam, bu ondan irəli gəlir ki, böyük zərbələrin Rusiyaya vurulmasından sonra Rusiyada doğrudan da artıq çıxılmaz vəziyyət yaranır. Bu çıxılmaz vəziyyəti özləri də hiss edirlər. Buna görə də hər dəfə Rusiyada belə bir hadisə baş verir, o müharibəni kənara sıracağından bütün əraziyə zərbə endirəcəyindən bilirsiniz, bu yaxınlarda da 2 gün, 3 gün bundan əvvəl Kuril adalarına getmişdi. Orada Yaponiyaya da bir mesaj vermək istəyirdi. Biz müharibəni burada gətirərik, çünki Yaponiya da güclü surətdə hazırlaşır. Bundan da qorxuya düşürlər. Heç cürə razılaşa bilmirlər ki, Ukrayna, daha doğrusu Yaponiya yenidən militarlaşsın. Çünki Yapon qüvvələri və Yapon ağlının artıq dünya şahididir ki, Yaponiya çox güclü bir millətə malikdir və güclü bir texnologiyaya malikdir və o əgər silahlanmaya gedərsə, həqiqətən həmişə Rusiyanın uduzduğu, istər Port Artur olsun, istər 2-ci Dünya müharibəsində olsun, həmişə uduzduğu Yaponiya qarşısında heç vaxtı heç bir şansı yoxdur. Çünki Rusiyanın şərq hissəsi demək olar ki, bomboşdur. Bu yaxınlarda Putin orada 4 dənə də hərbi gəmi göndərib, orada yəqin ki, xox gəlmə əməliyyatı keçirdi. Baxın, hər dəfə Rusiyaya böyük zərbələr vurulduqdan sonra, hər dəfə onun üçün o çəmbər daraldıqca bu Duginlər ortaya çıxır və bildirir ki, biz bütün dünyaya atom silahı vura bilərik, amandır, şəhərləri boşaldın. Mən düşünürəm ki, bunlar hamısı xülyadır, bunlar sadəcə olaraq qorxutma əməliyyatıdır. Çünki bu günləri Rusiyanın artıq əlində atom silahı ilə qorxutmadan başqa heç bir rıçağı qalmayıb ki, və bu rıçağı da artıq 5 ildir o qədər işlədiblər ki, mən deyərdim ki, bu rıçaq da öz gücünü, öz qüvvəsini və öz həqiqət payını itirib. Təşəkkür edirəm.